Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bugün 24 aprel 2025-ci il. İstəyirəm sizinlə bir neçə dəqiqə məhbus mövzusunda müzakirə aparaq. Əziz izləyicilər, bilirsiniz ki, Azərbaycanda 300-dən çox, təqribən 360-dan çox siyasi məhbusun olduğu qeyd olunur. Əlbəttə ki, bu rəqəm simvolikdir. Əgər bir dənə də olsa siyasi məhbus, 5 dənə də olsa, 300 dənə də olsa mahiyyət dəyişmir. Bütün hallarda siyasi məhbus olması deməli bir ölkədə əgər siyasi məhbus varsa, bu o ölkədə hüquqların işləmədiyi və demokratik dəyərlərin qərbdiliylə desək, demokratik dəyərlərin kobud şəkildə pozulmasının isbatıdır. Mən bu siyasi məhbusların sayının da təbii ki, deməli, diqqəti sayına yönəltmək istəmirəm. Hər halda dediyim kimi, bir dənə də olsa, 5 dənə də olsa, əgər Azərbaycanda siyasi məhbus varsa, deməli, Azərbaycanda söz azadlığı, Azərbaycanda insan hüquq və azadlıqları bərbad vəziyyətdədir və ciddi şəkildə məhdudlaşdırılır. Və digər məsələ bundan ibarətdir ki, bu siyasi məhbus mövzularını, bu siyahıları hazırlayan təşkilatlar, fərdlər, bunlar zaman-zaman ədalətli kriteriyalarla bu məsələlərə yanaşmırlar. Daha çox şəxsi müstəvidə bu məsələlər həll olur. Yəni, şəxsi dostluq münasibətlərində, şəxsi münasibətlərin fonunda və ideoloji məsələlər burada xüsusi deməli, rol oynayır. Məsələn, deyə bilərik ki, o siyahıları hazırlayan təşkilatlar və yaxud da fərdlər və yaxud da həmən təşkilatlara və fərdlərə məlumat toplayan tərəflər, bunlar həm şəxsi münasibətləri, həm dostluq münasibətlərini, həm də ideoloji münasibətləri nəzərə alırlar və bu da təbii ki, ədalətli bir siyahının ortaya çıxmasını deməli, qarşısını alır. Demək istədiyim ondan ibarətdir ki, Azərbaycanda həmən o göstərilən siyahılarda o rəqəmlər kifayət qədər azdır. Ondan qat-qat çox Azərbaycanda siyasi məhbus var. Əziz izləyicilər, eyni zamanda bugün həm də jurnalist Əvəz Zeynallının sərbəst buraxılması ilə bağlı müraciətinə məhkəmə baxırdı. Və biz son aylarda məlum oldu ki, Əvəz Zeynallı deməli ağır xəstəliyə yoluxub. Xərçəng xəstəsidir. Allah şifa versin bütün xəstələrə və xüsusən Əvəz Zeynallıya. Və müvafiq maddə ilə də Əvəz Zeynallı belə bir halda azadlığa buraxılmalıdır. Onun cəzasının qalan hissəsi, çəkilməmiş hissəsi bağışlanmalıdır. Çünki ağır xəstələr belə hallarda qanunla sərbəst buraxıla bilirlər və ən azı ev dustaqlığına buraxıla bilərlər və yaxud da mülki qaydada onun elə müəyyən nəzarət altında müalicəsinin davam etməsi üçün və yaxud da müalicəsinin təşkili üçün müəyyən şərait yaradıla bilər. Bir neçə variantda bu qərarlar verilə bilər. Amma bir neçə gün idi ki, təqribən 10 gün idi ki, bu barədə ictimaiyyətin və Əvəz Zeynallının ailə üzvlərini böyük həvəslə bu günü gözləyirdilər ki, ümid var idi. Əvəz Zeynallı bugün məhkəmə onu sərbəst buraxacaq və yaxud da sadaladığım hər hansı bir qərarı onun barəsində verəcək. Çox təəssüflər olsun ki, heç bir qərar verilmədi. Niyə verilmədi? Əsas sual bundan ibarətdir ki, Əvəz Zeynallı niyə bu vəziyyətdə bağışlanmır, bu vəziyyətdə belə hakimiyyət və xüsusən İlham Əliyev Əvəz Zeynallıya rəhm etmir və Əvəz Zeynallını deməli son nəfəsinə qədər Əvəz Zeynallını cəzalandırmağa cəhd edir. Əziz izləyicilər, artıq Əvəz Zeynallının vəziyyəti ilə bağlı məlumat deməli ortadadır. Hər kəs bilir ki, Əvəz Zeynallı ağır xəstəliyə yoluxub və bu xəstəliyə görə
ölüm-dirim savaşı verir. Artıq Əvəz Zeynallı deməli sir deyil ki, Əvəz Zeynallının haqqında o pis xəbər, fani dünyadan köçmə xəbəri hər an eşidilə bilər, hər an bizim qulağımıza gəlib çata bilər. Belə bir vəziyyətdə hakimiyyət Əvəz Zeynallını niyə buraxmır, niyə bağışlamır? Və bildiyim qədər bugün məhkəmədə müvafiq tibbi sənədlər də təqdim olunub və Əvəz Zeynallını müayinə eləyən həkim deməli orada da məhkəmədə iştirak edib və Əvəz Zeynallının sağlamlıq durumu ilə bağlı canlı olaraq raport verib. Bunlar hamısı ortada ola yenə də məhkəmə Əvəz Zeynallı ilə bağlı dövlət komissiyası təşkil edilib və onların rəyindən sonra belə bir qərara verib-verməyəcəkləri ilə bağlı məsələni, daha doğrusu məhkəməni qeyri-müəyyən vaxta qədər təxirə salıblar. Əslində hamımızı, şəxsən məni düşündürən sual bundan ibarətdir ki, bu hakimiyyət, bu rejim öz rəqiblərini və yaxud da bu hakimiyyəti, rejimi tənqid edən şəxslərə qarşı rejim niyə bu qədər amansızdır? Əziz izləyicilər, mən düşünürəm ki, bunun əvvəla onu deyim ki, deməli bu məhkəmə bugünkü Əvəz Zeynallı ilə bağlı məhkəmə prosesi əslində göstərdi ki, bəzi tərəflər iddia edirdilər ki, güya bu baş verən siyasi məhbus mövzularını, insanların şərlənərək həbs edilməsi və s. bunlar İlham Əliyevin iradəsindən kənar olur, məmurların və yaxud da hakimiyyət daxili klanların həyata keçirdiyi proseslərdir. Amma bugün göründü ki, xeyr, bu belə deyil. Çünki Əvəz Zeynallı haqqında bugün qərarın verilməməsi bu birbaşa ölkənin birinci şəxsi, yəni İlham Əliyevdən söhbət edir. İlham Əliyevlə bu məsələnin yenidən müzakirə edilib və razılaşdırılaraq, yəni onun qərarından sonra Əvəz Zeynallının talihinin həll olunmasını İlham Əliyevin qərarından sonraya saxladılar. Çünki İlham Əliyev də bugün 3 günlük səfərindən Çindən dönür artıq Azərbaycana. Yəqin ki, bu yaxın günlərdə bu raport olunacaq İlham Əliyevə və İlham Əliyev bu qərarı verəcək. Bu qərarı verdikdən sonra onu sadəcə hüquqi deməli onun hüquqiləşdirəcəklər. Yəni adətən Azərbaycanda belədir də. Hər hansı bir siyasi qərar verilir, İlham Əliyevin iradəsindən asılı olaraq siyasi qərar verildikdən sonra müəyyən məhkəmə sistemi, prokuratura, hüquq mühafizə sistemi isə sadəcə İlham Əliyevin siyasi iradəsini hüquqiləşdirir. Yəni Azərbaycanda məhkəmə sistemi siyasi hakimiyyətin iradəsini, siyasi iradəsini hüquqiləşdirmək üçündür, qanunləşdirmək üçündür. Başqa heç bir funksiyası yoxdur. Yəni məhkəmə azadlığından, məhkəmə müstəqilliyindən söhbət edə bilməz. Əzizlər, mən qayıdıram həmən məsələyə ki, niyə Əvəz Zeynallını bu vəziyyətdə buraxmadılar? Əslində burada düşünürəm ki, bir neçə səbəb ola bilər. Birinci səbəb budur ki, hakimiyyət digərlərinə sanki bir nümunə göstərmək istəyir, dərs vermək istəyir ki, baxın, bizim əleyhimizə hər hansı bir deməli kampaniya aparırsınız, hər hansı bir fikirlər səsləndirsiniz. Buna baxmayaraq ki, Əvəz Zeynallı hakimiyyət haqqında, xüsusən İlham Əliyev haqqında çox tənqidi fikirlər səsləndirmirdi. Bir neçə dənə epizodik deməli çıxışına mən hesab edirəm ki, ona görə həbs olunmuşdu və o epizodik çıxışlar da əslində İlham Əliyevə yox, İlham Əliyevin ağalarına qarşı idi. İlham Əliyevin deməli bugün İlham Əliyevi ağaları hesab olunan bir rejimə qarşı Əvəz Zeynallı bir dəfə kəskin ifadələr səsləndirmişdi. Onun mən düşünürəm ki, qurbanı oldu Əvəz Zeynallı. Burada dediyim kimi birinci məsələ ondan ibarətdir ki, Əvəz Zeynallının buraxılmaması hakimiyyətin insanlara, vətəndaşlara bir nümunə göstərməsi ki, baxın, hakimiyyətə qarşı fikir səsləndirən, xalqın tərəfində olan istənilən şəxsi hakimiyyət sonuna qədər əzir və hər biriniz Əvəz Zeynallının yerində ola bilərsiniz və nəinki Əvəz Zeynallının. Məsəl üçün, Əvəz Zeynallı hələ biraz populyardır, biraz ictimaiyyət tərəfindən tanınıb və eyni zamanda
Əvəz Zeynalının bir üstünlüyü də ondadır ki, hakimiyyət və müxalifət tərəfindən bütün tərəflər Əvəz Zeynalına aşağı-yuxarı eyni münasibət göstərirlər. Yəni Əvəz Zeynalı o jurnalistlərdəndirlər ki, həm müxalifət tərəfi, həm iqtidar tərəfi Əvəz Zeynalına dediyim kimi aşağı-yuxarı eyni münasibət göstərirlər. Deməli, birinci səbəb budur ki, hakimiyyət bu mesajı verir ki, heç kimə rəhm olunmayacaq. Hər kəs ən ağır formada cəzalanacaq. İkinci məsələ, mən düşünürəm ki, bu artıq cəmiyyətlə bağlı bir problemdir. Cəmiyyətin susqunluğu Əvəz Zeynalını ki, həqiqətən onun deməli hələ Xural qəzetində ki, dərc etdiyi məqalələr, ondan sonraki dövrlərdə Xural televiziyasındakı, YouTube kanalındakı o deməli fəaliyyəti və s. insaf naminə deməliyik ki, Azərbaycan xalqının problemlərini daim işıqlandıran bir şəxs olub, bir jurnalist olub. Azərbaycan xalqı, Azərbaycan cəmiyyətinin də birinci vəzifəsi bundan ibarətdir ki, Əvəz Zeynalının müdafiəsi ilə bağlı deməli bir söz desin, ən azı Əvəz Zeynalının yanında olsun və nə yazıq ki, biz bunu görmürük. Bir çox, yəni demək olar ki, barmaq sayı qədər ictimai tanınmış adamları biz istisna eləsək, o insanlar ki, Əvəz Zeynalını o insanların harayına çatıb, onların problemlərini işıqlandırıb, onların şikayətlərini dinləyib, onlara vaxt ayırıb, o problemlər, o şikayətlər həll olunub, olunmayıb, bu ayrı bir mövzudur. Amma adam həqiqətən o şikayətçilərin şikayətini dinləmək üçün vaxt ayırır, zaman sərf eləyir. O insanların yarısı əgər toplansaydılar Əvəz Zeynalının müdafiəsinə, Azərbaycan hakimiyyəti böyük bir kütlə yaranardı və hakimiyyət o kütlədən qorxub bəlkə də müəyyən addımlar atmış olardı. Müəyyən işlər görə bilərdilər. Əvəz Zeynalının talehi ilə bağlı müsbət qərarlar verə bilərdilər. Əziz əzizlər, problemi mən hesab edirəm ki, hakimiyyəti anlayırıq. Hakimiyyət bütün hallarda rejim xalqı əzməklə məşğuldur, xalqın mənəviyyatını, iradəsini qırmaqla məşğuldur. Heç bir halda bu xalqa deməli rahat yaşamaq, xoşbəxt gün yaşatmaq niyyətində deyil. Hakimiyyət düşməndir, rejim düşməndir. Amma belə situasiyalarda xalqın özünün özünə qarşı biganəliyi həm də hakimiyyəti, yəni düşmən olan bir rejimə bu cür addımlar atmaqda böyük cəsarət verir. Mən hesab edirəm ki, Əvəz Zeynalının deməli haqqında bu cür qeyri-müəyyən vaxta qədər məhkəməsinin, özü də çox önəmli bir məhkəmənin təxirə düşməsi, bu əslində hakimiyyətin demək olar ki, xalqla hesablaşmamasına və heç nədən qorxmamasına, heç nədən çəkinməməsinə bir işarədir. Amma əgər bir daha təkrar edirəm, bu günə qədər Əvəz Zeynalının şikayətlərini dinlədiyi, problemlərini qulaq asdığı, vaxt ayırdığı adamların heç olmasa yarısı Əvəz Zeynalına məhkəmə keçirilən o zalın qarşısına, binanın qarşısına toplaşsaydılar və onlar Əvəz Zeynalına azadlıq tələbi etsəydilər, yəni burada zaten bir siyasi şüar yoxdur, bir başqa bir şüar yoxdur. Sadəcə Əvəz Zeynalını, hələ o da ayrı bir mövzudur. Əvəz Zeynalının haqqında açılan cinayət işi isbat olunub, olunmayıb, nə qədər sübuta çatıb, bunlar da qoyuruq qırağa. Adam xərçəng xəstəliyi ilə yoluxub, Allah uzaq eləsin hər kəsdən və bütün xəstələrə şəfa versin. Adam ağır xəstəliyə yoluxub, ölümlə deməli qalım-dirim mübarizəsi aparır və insanlar belə bir halda ən azı bu artıq deməli o qanunun, hüququn üstü deyilən bir anlayış var. Bu artıq Əvəz Zeynallı üçün qanunun və hüququn üstüdür. Əvəz Zeynallı fərz eləyək ki, mən düşünmürəm Əvəz Zeynallı cinayətkardır. Fərz eləyək ki, onun haqqında irəli sürülən cinayət, yəni onun haqqında açılan cinayət maddələri, fərz eləyək ki, az da olsa, çox da olsa Əvəz Zeynalının əməllərində müəyyən elementlərdən üst-üstə düşür. Amma axı indiki mövcud vəziyyəti, onun xəstəliyi ilə bağlı vəziyyət Əvəz Zeynalının azad edilməsini tələb edir. Və bu məsələni qoyuruq qırağa. Ən azı bu insanlar, bu cəmiyyət bu məsələyə bu cür, bu prizmadan yanaşsalar ki, Əvəz Zeynalının azad olunması tələbi ilə hakimiyyətdən tələb etsələr, mən hesab edirəm ki, hakimiyyət deməli geri addım atar
geri addım atmaları, yəni mütləq atacaqlar. Çünki belə hakimiyyətlər zaten bunlar qorxaq olurlar. Ümumiyyətlə təkcə hakimiyyətdən deyil, o insan ki, o insanın əməlində ciddi cinayət tərkibləri var, elementləri var. O insan yalancıdır, o insan saxtakardır, o insan ona buna qarşı cinayət əməlləri törədib, o insan daim qorxu içində olar. Yəni ona hər verilən salamı belə deməli şübhə ilə qarşılayar. Bu prosesi biz hakimiyyətə üzərində tətbiq edəcəyik. Hakimiyyət də eynidir. O hakimiyyətlər ki, onlar ancaq xalqı əzməklə məşğuldurlar, cinayət əməlləri ilə məşğuldurlar. O hakimiyyətlər xalqın kiçik ayaqlaşmasında deməli onlar hər şeyi qoyub qaçırlar, qorxaq olurlar, qorxurlar. Bunun üçün yüzlərlə, minlərlə nümunələr göstərə bilərik müxtəlif ölkələrdən, amma biz buna vaxt ayırmırıq. Əziz izləyicilər, bəli, hakimiyyətin bu gün ölkədə apardığı siyasət, ümumiyyətlə sərbəst toplaşma azadlığının ümumiyyətlə məhdudlaşdırılması, nəinki məhdudlaşdırılması, sərbəst toplaşma azadlığının de facto ləğv edilməsi. Yəni, məsələ bundan ibarətdir ki, hakimiyyət de facto sərbəst toplaşma azadlığını ləğv edib. Bu, məhz hakimiyyətin qorxaqlığından irəli gələn bir deməli, məsələdir və mən Əvəz Zeynalının bu gün həbsdə qalmasında hakimiyyət qədər cəmiyyəti də qınayıram. Hakimiyyət dediyim kimi cinayətkar hakimiyyətdir, heç kəsə rəhm etmir və bütün rəqiblərini ən ağır formada cəzalandırmağa cəhd edir, cəzalandırır, hətta öldürür. İndi məsəl üçün biz deyirik ki, Əvəz Zeynalını hakimiyyət öldürmək istəyir, bu yeni bir şey deyil. Bu günə qədər hakimiyyət, bu rejim, Əliyev rejimi nə qədər rəqiblərini, onu tənqid edənləri öldürüb. Əvəz Zeynalını məgər Elmar Hüseynov jurnalist deyildimi? Güllə ilə ağzının içində vurdular, öldürdülər. İndi Əvəz Zeynalını o vəziyyətdə həbsxanada göydən düşmək kimi bir şansdır rejim sinəsində. Orada öldürmək hakimiyyətin hansısa mərhəmət hissini mi oyadacaq? Yəni Elmar Hüseynov kimi yüzlərlə belə Rasim Əliyev var idi, jurnalist, onu öldürdülər. Elmar Hüseynov, yüzlərlə belə jurnalistlər var idi ki, öldürüldülər, ölkədən didərgin salındı, ondan sonra tərk silah edildilər və s. və ilə axır. Bunların heç bir rəhm etməyən hakimiyyət Əvəz Zeynallıya mı rəhm edəcək? Bunlara düşünmək, hakimiyyətdən Əvəz Zeynallı ilə bağlı müsbət qərar gözləmək bu sadəlik və absurddur. Əvəz Zeynallının, bəli, dediyim kimi, son cümləmi istifadə edirəm, son cümləmi işlədirəm ki, Əvəz Zeynalının bu cür həbsdə qalması, yəni xəstə olaraq həbsdə qalması, mən əvvəlki situasiyanı ayırıram. İndiki vəziyyətdə Əvəz Zeynalının həbsdə qalması həm də cəmiyyətin ümumilikdə öz talehinə qarşı susqunluğunun nəticəsidir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.